Cavad müəllim, Ayca. bu evi tikən adam var ha, avamdır. Ha, belə ev tikərlər. Bravo sən Allah. Sən Cavad müəllim. Bu nədir axı? Özündən hoqqa çıxardırsan. Necə qıysan o nevincanalı evlərə, bravo. Ha, pultla da işıq yanıb sönər. Bu nədir axı? Plakanın altında bu nəyə lazımdır? Nə bilim, aksesuar rəfi. Hələ bas getsin, elə laminatdan getsin də evi tikilmişin balası. Bravo sən Allah. Bir dənə gəl. Bir dənə bu dekora bax. Belə plakan görmüsən, Lənkəranda tikib satanların evlərində. Belə plakan, dekoru görmüsən ya yox. Belə məcər görmüsən ya yox. Çox səliqəlidir amma Buraya bax sən Allah, buna bax. Bravo. Bir dənə buna bax. Ha, nəyə lazım? Bu qədər pulu verirsən, avamdır ki. Avamdır. Sən dinən bu evdə hansı şunurlardan istifadə olunur? Və başqaları kimi yox ha, ikili, bir yarımlıq yox. Bütün şunurlar dörtlük şunurlardır. Bütün şunurlar, hətta 8'li, 12'li şunur da var. İndi müəyyən yerlərdə. Bir dənə evin döşəməsinə baxaraq. İstidən bişirsən elədir. Bişirsən istidən. ha, soymuş. Ölür ya, bu qədər isti eləyərlər evi. İsti pol. Hələ qoyur odun peçin tardi etdi də. Pəncərələrə bax, ən yaxşısından. Ən yaxşısından. Cifti, həyata basanlar. İndi həyata düşəcəyik. Həyata da düşəcəyik. Gəl, bura bax. Nəyə lazım axı bunu yaxı? Necə qıysan pəncərəni dır qoymaya? Bu lazımdır buna hədərə pul xərcləyirsən. Bu xeyir. Avam adamdır, avam adamdır. Gəl. Bu bura bizim qonaq otağıdır. Sən listrin qiyməti 250 manat. Bura bax. Nəyə lazım? Qoy yerə bir dənə lampiskadan üstə yetsin də. Sırı yetsin də. Evin kərpicləri hamı bütöv kərpic. Hələ hamı necə? Para kərpicdən Hədə hamı necə eləyir? Para kərpiclə, atxot kərpiclə. Ayaqdan danışsa, bunun qazancı necə olacaq? Heç nə. Aldım qoz, satdım qoz. Aldım qoz, satdım qoz. Gəl bura, gəl bura, bura bax. Bura mətbəxidir. Hə. Bura evin mətbəxidir. Bir dənə mebeli satışmır ha qardaş. Hər şey yüksək səviyyədə. Ev başdan başa isti döşəmədir. Birinci mərtəbədə betondur, ikinci mərtəbədə monolit betondur. İkinci mərtəbədə isti döşəmədir, birinci mərtəbədə. Bura bax, bunun hamamına bax, sən hamamına bax. Sən can, bax buna bir dənə. Vallahi. Eli, mən zarafat eləmirəm. Çox keyfiyyətli pul xərcləyib, keyfiyyətli də iş görür. Gəl bir dənə bax, bu otaq xüsusilə gələn qonaqlar üçün nəzərdə tutulur. Və yaxud da mən necə deyirəm, burada istiliyi hiss edirsən, deyil? Bura gələn qonaq üçün nəzərdə tutulur. Qonağın gəldi qardaş, qonaq otağında oturdu, yedi, içki, yatmağa göndər bura. Sanitar qovşağı da otağın böyründə. Gəl çıxaq ikinci mərtəbəyə bir dənə. Qardirob falan, bir dənə işıqlara bax. Heç kim belə şey tikib satmır qardaş. Özə rəngdən rəngə girir. Heç kim belə şey tikib satmır, bəli. Hamı rəngdən rəngə girir. Bax. Heç kim belə şey tikib satmır. Çox keyfiyyətlidir, çox. Gəl çıxalım. Həddindən o. Hə, bunu demədim sənə. Hə, nəyə lazımdır axı bunu eləmisən bir? Hə. Buyur, bura bax. Bura bax. Arxası ambar. Gir içəridə. İstəyirsən qardirob yığ bura, istəyirsən şkaf yığ, içəri gir. Orada isti pul. Burada, bura. Kimi istəyirsən gizlad burada. Oho. Gizli pas oynamaya əladır. Maşallah, maşallah. Necədir? Gəlsinə qismət olsun. İdeyalar necədir? Çox gözəl. Gəl get. Sən necə musiqiyə Mən bəyənmirəm. Qardaş, mən bəyənmirəm. Bəyənmirəm, nəyə görə ki? Mənim aləmimdə, İsrafçılıq eləyib bu etikə. qardaş, mənim aləmimdə hamı necə sırımır. Sən də sırı getsin də. Gəl. Eləməyib də. Eləməyib də. Gəl. Gəl, dada balası, gəl. Gəl. Çıxdıq ikinci mərtəbəyə. Cavad müəllim, gəl. Sənin başına dönər. Bravo. Buradan başla, çöldən başla, gəlsən. Çöldən başlayacaq. Hə, yaxşı, gəl. Gəl çöldən başla. Bura koridordur. Koridorda cəmiyyət namazı qılmaq olar. Bu boyda koridor olur ha. Gəl. Sən canım, bura bax. Burada da ayrıca sanitar qovşağı. İkinci mərtəbə. Bəli, bu ikinci mərtəbənin bir dənə bax qardaşım. İkinci mərtəbənin ayrıca sanitar qovşağı. Gəl. Gəl başıma dönüm, gəl. Gəl dada balası, gəl. Bu boyda yataq otağı. Bax, Cavad müəllim, bir mənalı olaraq bunu deyirəm, altından da xət çəkirəm. Lənkəranda bu proyektdən bir neçə dənə tikiblər. Amma bu keyfiyyətdə, bu böyüklükdə bu proyektdən tikən bu günə kimi olmamışdır.
37 manatdır bax boydur. Kvadratı 37 manat. Asma. Gizli işıq, bəli. Gizli işıq, asma tavan deyil, alçıvandır, belə asma tavan kimi yığılır. Belə görünür, bəli. Baxın, bunun çılçıraqlarına baxın. Yəni, qardaş, başqa tikənlər kimi sırı geçsin döyür. Yer laminat, isti döşəməyə davamlı bahalı laminat. Gəl ikinci yataq otağına baxalım. Buna bax, sən Allah buna bax. Sən Allah buna bax. Burada yaşayarlar da. Burada yaşayarlar da. Bura bax. Dağların görüntüsünə bax. Dağın qarına bax. Hələ 3-cü mərtəbədən o gözəl görsənəcək. Bir dənə indi ona baxaq, 3-cü mərtəbədən. Hələ evin 3-cü mərtəbəsi də var. Hələ neymişsən, Allaha pay aparırsan. 2 mərtəbəlik sırı geçsin daha qiymətə də. Şəhərin mərkəzidir də burada. Şəhərin mərkəzidir, sırı geçsin də alacaqlar da. Mən bunları başa sala bilmirəm bunları. Gəl, bu da bir dənə balaca otaqdır. İstəyərsən uşaq otaq eləyərsən, istəyərsən yataq otaq eləyərsən, fərqi yoxdur. Çox sərqəli. Mansara çıxar. Çıxar. Ondan sonra da düşərik həyətə. Gəl. Mansar deyirəm sənə. Mansar deyil, stadiondur, stadion. Stadion. Gəl. Gəl dədə balası, gəl. Bura bax, bura bax, bura bax, bura bax. Bura bax. Bırax bura Messini məşq eləsin özün içində. Bax bura sən Allah. Futbol plaşatkasıdır bura. Ya bu gözəlliyə bax. Bir dənə bu gözəlliyə bax. Mansardan bir dənə dağların görüntüsünə bax. Bir dənə Talış dağlarının görüntüsünə bax Mansardan. Vay, 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 bir də vay. Qiymət deyəcəyəm sizə, qiymət. Hələ deyirəm, mən bir ev qəşərim burada. Axırda həyatı da göstərək, sizə qiymət deyəcəyəm. Yəni bu qiymətə, bu evi tikib satışa buraxmaq, hər tərəfə baxa bilirsən, hər tərəfə. Gəlin başına orada göster. Bəli, görsənir, hər bir şey, baxın. Bütün Lənkəranın gözəlliyini görə bilirsən bu evin mansarında. Burada nə deyirlər? Bura kim gəlsə qonaq var olur. Dədə balası, sən də gəl gör necə girdir bu can. Dədə balası. Dədə balası. Gəlin getdik həyətə baxaq uşaqlar. Gəl, gəl, qapıya bax. Bunker qapıları. 800 manat qiymətidir. 1000 manatsa deyirlər. Bəli. Bu Hitlerin bunkerinin qapısında bu. Bu kərpicləri deyirdim ha, bütöv kərpicdir ha. Başqa evlər kimi tikə kərpicdən, atxot kərpicdən tikilmir. Bax, bütöv kərpicdir. Bax, həyətə bax 2 sot. Lənkəran şəhərinin mərkəzi. 2 saylı orta məktəbin qarşısında. Çıxdın qapıdan uşaqları göndərdin məktəbə. Qəti qorxusu yoxdur. Bura bax. Bir dənə yerin metlağına bax. Bu metlağı heç kəs gətirib yerə vurmur. Heç kəs. Tam dövrə vurmaq olur evi. İndi dövrə vurmuruq. Tam dövrə vurmaq olur evi. Həyətdə də sanitar qovşağı var, arxada tualeti var. Gələcəklər, müştərilər yaxından göstərəcəyik. Bir dənə bura bax, sən bax, bir dənə gözəlliyə bax. Bir dənə bu dekora bax. Qardaşımın ideyaları dammıyor. Baş işləyir də. Baş işləyir də. Görünən kəndən nə bənər? Dədə balası. Ayca. 210 kvadratdır. 210 kvadrat. Kvadratı cəmi 777 manata düşür. Ümumi qiymət 168 min manat. 210 kvadrat tam təmirli. Burada təkcə həyətin qiyməti 30 min manatdır. İndi hesablayın da. Hasarı, masarı. Baxın. İdarə etməli qapısı. Hər bir şey. Yüksək səviyyədə. Gecə görüntülərini də indi verəcəyik sizə. Gecə görüntülərini də görəcəksiniz. Gecə bu ev belə olur. Şaxta babanın hədiyyəsi. Elə bir dənə yolkadır. İşıqvan, çıraqvan. 168 min manata nə verirlər? Vallahi elə. Mən bunu gördüm. Şeytan nədir? Bunu al. Bunu al. Dədə balası, telefon nömrəmiz 050 321 45 02. Şaxta babanın hədiyyəsini əldən vermə. Dədə balası. Dədə balası.